Değerli müəllimlər, mən bugün sizə izah edəcəm 6-cı sinifin 19-cu mövzusunu. İnsan həyatında qida məhsulları. İnsan orqanizmasında zülallardır, yağlardır, karbohidratlardır, vitaminlərdir, minerallardır. Bunlar çatışmadığı halda bir neçə məsələn problemlər yarana bilər ki, bir çox problemlər yarana bilər ki, gəlin indi onlar haqqında məlumat verim və hansı vitamin, hansı deməli ərzaqların tərkibindədir və çatışmadığı halda nələr baş verə bilər insan orqanizmində. Deməli, əvvəlcə mən sizə danışım zülallardan. Zülallar orqanizmin hüceyrə və toxumaların əsasını təşkil edir. Açar söz olaraq əsasını təşkil edir. Deməli, orqanizmin hüceyrə və toxumaların əsasını nə təşkil etdi? Zülallar. Zülallar bitki və heyvan mənşəli olur. Zülallar çatışmayanda deməli, qocalma prosesi tezləşir, fiziki və zehni güc azalır, mədə-bağırsaq deməli sisteminin fəaliyyəti pisləşir. İki mənşəli oldu dedik, heyvan və bitki mənşəli. Heyvan mənşəli yumurtanın ağıdır, ət, balıq, süd məhsullarının tərkibində olur. Amma bitki mənşəli dedikdə qoz, fındıq, şabalıd, paxlalı bitkilərin tərkibində, göbələyin tərkibində deməli zülallar mövcuddur. İndi isə keçirik yağlara. Dedik ki, zülalda açar söz nə oldu? Açar sözümüz əsasını təşkil edir. Yağlarda isə əsas enerji mənbəyidir. Açar söz olaraq bunu qeyd edə bilərsiniz. Zülallar əsasını təşkil edir. Yağlar əsas enerji mənbəyidir. Karbohidratlar isə əsas enerji xərclərini bərpa edir. Yağlar bunlar da iki cür olur. Bitki və heyvan mənşəli yağlar. Hüceyrələrin tərkibinə daxildir və orqanizmin maddələr mübadiləsində fəal iştirak edir yağlar. Yağlar dedik ki, iki cür olurdu. Yağlar da bitki və heyvan mənşəli olurdu. Bitki mənşəli günə baxan qarğıdalı yağı, kətan, zeytun, kokos, soya yağları mövcuddur. Heyvan mənşəli də heyvanın içbiyidir, balıq yağıdır, kərə yağıdır. Bunlar da heyvan mənşəli yağlara aiddir. Yağ çox olarsa nə olur? Yağlamaya səbəb olar. Az olarsa əgər deməli az enerji də az olar və insanda dəraltı, piy qatı yaranır çox qəbul edəndə. Daha sonra karbohidratlara gəlsək, karbohidratlar əsas enerji xərcləri dedik ki, karbohidratlarla bərpa olunur. Karbohidratlar ən zəngini dənli bitkilərdir. İkinci yerdə tərəvəzlər durur. Karbohidratlar çatışmayanda deməli orqanizmin zəifləyir, halsızlıq, baş gicəllənmə, tez-tez aclıq halları baş verir. Baxın, olur ki, yay aylarında bəzən iştahsızlıq yaranır insanda. Bu zaman nə olur? Acırsan, amma tapa bilmirsən ki, nə yemək istəyirsən. Yəni, əslində acmısan, amma bilmirsən nə yeyəsən. Bax, bu karbohidrat çatışmadığı halda bu hal baş verir. Məsələn, zəifsən, özünü gücsüz hiss edirsən, halsızsan, amma ürəyin heç nə istəmir. Və yaxud da acmısan, bilmirsən nə yeyəsən ki, aclığını yatışdırsın. Bu karbohidrat aşağı düşən zaman bu hallar baş verir. Ancaq çox qəbul edən zaman piylənməyə gətirib çıxarda bilər. Bağırsaqda həzm edilmir, enerji mənbəyi deyil, toxluq hissi yaradır, bağırsağın işini tənzimləyir. Desəniz ki, müəllimə, bəs bağırsaqda həzm olunmursa, bəs bu necə olur? Bağırsaqda E vitamini vasitəsilə həzm olunur. Yəni, bəzi vitaminlərlə, məsələn, arıqlamaq üçün nəyə görə meyvələr yeyilir? Meyvələrin tərkibində olan bəzi vitaminlər var ki, bunlar yağı parçalayır. Daha sonra vitaminlər, keçirik vitaminlərə. Vitaminlər A, C, B qrupu vitamin var, PP vitaminlər var və s. D vitamini var. Deməli, vitaminlər orqanizmdə yaranmırlar. Biz onu qidamızla qəbul edirik. Amma olar ki, bədənimizdə kəskin çatışmadığı zaman artıq biz onu həb şəklində inyeksiyalar şəklində deməli qəbul edirik daxilə.
Daha sonra keçirik C vitamininə. C vitamini yoluxmalara qarşı müqavimətini deməli soyuqlamaya C vitamini yoluxmalara qarşı dedik ki, müqaviməti artırır və soyuq dəymə zamanı qəbul edilir. C vitamini nəyin tərkibində olur? Gəlin ona baxaq. C vitamini təzə tərəvəzin tərkibində olur, gilə meyvənin tərkibində olur, it burnunun tərkibində olur. Daha sonra sitrus meyvələrinin, qara qarağatın tərkibində olur və turşuya qoyulmuş kələm C vitamini demək olar ki, mənbəyidir. Daha sonra C vitamini günəş işığının təsiri altında parçalanır. Baxın, sizə bir şey deyim. Biz bibəri, şirin bibəri tağdan qopardıqsa, tağın üstündədirsə C vitamini, günəşin altından C vitamini toplayır. Yox, C vitamini yəni zəngindir də, günəş onu parçalamır. Yox, əgər tağdan qopartdıqsa, artıq C vitaminləri parçalanmağa başlayır. Daha sonra A vitamini. Deməli, A vitamini dərinin sağlamlığında böyük rol oynayır. Gözlərin deməli, silikli qiyşasında, görmənin bərpasında mühüm rol oynayır. A vitamini deməli, nəyin tərkibində olur? A vitamini deməli, çay tikanıdır, yer köküdür, şirin bibərdir. Daha sonra narıncı qırmızı meyvələrin tərkibində mövcuddur. A vitamini çatışmayan zaman görmə qabiliyyəti korlanır və dəri qabıq verməyə başlayır. Və bir də bir şey deyim sizə, yağlarla bir yerdə qəbul edəndə yaxşı həzm olunur A vitamini və yer kökü salatına da mütləq xama və yağ əlavə olunur. Yəni, olar ki, qarşınıza çıxa, yer kökü salatına mütləq xama və yağ əlavə olunur. Daha sonra D vitamini. D vitamini sümüklərin sağlamlığı üçün vacibdir. D vitamini günəş şüaları altında yaranır. Daha sonra nəyin tərkibində olur? Deməli, südün, yumurtanın, qaraciyərin, kürünün, balıq yağının tərkibində, yağlı balıq növlərinin tərkibində olur. Daha sonra E vitamini. E vitamini əzələlərin möhkəmlənməsi, dərinin normal vəziyyəti üçün istifadə olunur. Ən çox da bitki mənşəli yağların tərkibində mövcuddur. B qrupu vitaminləri deməli, qan damar, mədə-bağırsaq sinir sistemlərinin işinə təsir edir. B qrupu vitamini dəri və paxlalı bitkilərin tərkibində olur və istehma zamanı 20-40%-ni itirir. PP vitamini mədə-bağırsaq və xırda damarları genişləndirir. Mədə-bağırsağın fəaliyyətini tənzimləyir. Ət məhsullarının dənli bitkilərin tərkibində olur və deməli, yeganə vitamindir ki, dondurulmuş ərzaqların tərkibində daha yaxşı qalır və 15-30%-də istehmal zamanı itirir. Mineral maddələrdə qan damar, mədə-bağırsaq sisteminin işini təmin edir, orqanizmin müqavimətini artırır, immunitetini yüksəldir. İndi isə gəlin ümumiləşdirək açar sözlərlə. Baxın, dedik ki, zülallılarda əsasını təşkil edirdi. Zülallılarda açar söz əsasını təşkil edirdi. Yağlarda açar söz əsas enerji mənbəyidir. Karbohidratda əsas enerji xərcləri bərpa olunurdu. Birinci yer dənli bitkilər, ikinci yer isə tərəvəzlər tuturdu. Orqanizmdə yaranmayanlar vitaminlərdir. Çatışmayanda həbə inyeksiyalar şəklində qəbul olunur daxilə. Deməli, əgər desək ki, deməli, C vitaminini ayırt edə biləcəksiniz. Nəyi deyirdim mən burada? Əgər desək ki, narıncı, qırmızı rəngli meyvələrin tərkibi bu olacaq A vitamini. Baxın, şirin bibər həm C vitaminində var, həm A vitaminində var.
Ona görə də şirin biberi çıxın. Yadınızda saxlayın. Qırmızı, narıncı meyvələr varsa, bu olacaq A vitamini. Sonra D vitamini, yeganə vitamin günəş şüaları altında yaranır. Sonra baxın, deməli bitki mənşəli yağların tərkibində olurdu. Əzələlərin möhkəmləndirilməsi. Qan damar desə olacaq B. Xırda damar desə olacaq PP. Baxın, qan damar desə B qrupu vitamini. Yox, əgər xırda damar desə olacaq PP. Sonra sinir sisteminin bir dəqiqə. Sinir sisteminin işinə təsir edir olacaq B vitamini. Təmin edir, sinir sisteminin işini təmin edir desə olacaq mineral maddələr. Baxın, təsir edir və təmin edir. Təsir edir desə B qrupu vitaminləri, təmin edir desə mineral maddələr olacaq. Daha sonra keçirik südlü xörəklərin hazırlanma texnologiyasına. Südlü xörəklər, deməli süd məhsulunun tərkibində A, B, B2, PP, C, D vitaminləri mövcuddur. Süd deməli həm sümükləri gücləndirir, həm dişlərin sağlamlığını təmin edir, həm süddən müxtəlif ərzaqlar hazırlanır. Yağdır, kəsmikdir, xamadır, qatıqdır, şirin kəsmikdir. Baxın, mütləq bunu yadda saxlayın. Süddən hazırlanan ərzaqlar bizə mayonez də verə bilər, digər ərzaqlar da verə bilər. Ancaq kitabda nə varsa biz onu götürürük. Süd məhsulları, süddən süd məhsulları hazırlanır və hansılardır? Yağ, kəsmik, xama, qatıq, şirin kəsmik. Bunları mütləq əzbərləyin. Və eyni anda hansı heyvanların südündən istifadə olunur? Bildiyimiz kimi texnologiya rus kitabıdır və Azərbaycan dilində tərcümə olunub. Desəniz ki, ay müəllimə, bu nədir? At, dəvə, nə bilim, camış, maral və digər ev heyvanların südündən istifadə olunur. Axı biz qoyun, keçi, inək, camış südündən istifadə edirik. At, dəvə, maral. Normalda biz bunu nə edirik? Heyvanxanalarda görürük. Ancaq xarici ölkələrdə deməli bu heyvanların südündən istifadə olunur. Bu kitabda xarici kitab olduğuna görə, yəni biz bunu bu cürdə elə öyrənməliyik. Ola bilər bizim ölkə istifadə etməsin. Daha sonra köhnəlmiş ərzaqlar. Köhnəlmiş ərzaqlar xoşagəlməz iyə malik olur. Köhnəlmiş süd turşuyur, qatlaşır. Turşuyur, qatlaşır. Xama isə acı dad verir. Kəsmiyin də səthi deməli sürüşkən olur. Deməli süd turşuyur, qatlaşır. Xama acı dad verir. Kəsmiyin səthi sürüşkən olur. Deməli, gəlin indi görək uzun müddət nə qədər saxlaya bilərik. 4-8 Selsi dərəcədə südü 20 saat, xama 72 saat, kəsmik 36 saat və kərə yağını isə 10 gün ev şəraitində bu 4-8 dərəcə Selsi dərəcədə saxlamaq mümkündür. Südün keyfiyyəti qaynatmaq yolu ilə yoxlanılır. Təzə olan süd çürümür və hamar olur. Süd keçirik indi satışına. Pastörizə edilmiş süd var, sterilizə edilmiş süd var, bişirilmiş süd var. Pastörizə edilmiş süd 72-75 dərəcəyə qədər qızdırılır. Xəstəlik törədən bakteriyalar məhv edilmiş süddür və 0-6 dərəcə temperaturda deməli 2 gündən 5 günə qədər saxlamaq mümkündür. Sterilizə edilmiş süd 120-140 dərəcəyə qədər qızdırmaqla alınır və
bütün mikroblar ölür, eyni anda da xeyirli maddələrin bir qismi ölür və süd hermetik qablarda saxlanılır və 4 aya qədər də saxlamaq mümkündür. Deməli, xeyirli süd pastörizə edilmiş süd hesab olunur. Nəyə görə? Çünki xəstəlik törədən bakteriyalar məhv olunur. Sterilizə edilmiş, yəni su kimi bir şeydir də. Suyun tərkibində ki, vitamin qaynadırsan ölür, yəni süd də elədir. Tərkibində heç bir vitamin qalmır. Daha sonra süddən deməli 95-98 dərəcəyə qədər emal olunmuş süddə, pastörizə edilmiş süddən də bişirilmiş süd alınır və süd quru süd və deməli quru süd və qatlaşdırılmış süd kimi də, yəni konservləşdirilmiş şəkildə də satışda var, mövcuddur. Deməli quru süd 1 stəkan suya 1,5 xörək qaşığı hesabı ilə götürülür. Deməli süd tozu az miqdarda ilıq su ilə həll edilir, sonra yavaş-yavaş su əlavə olunur. Qatlaşdırılmış süd də amma deməli 2 xörək qaşığı qatlaşdırılmış süd 1 stəkan qaynadılmış suya əlavə edilir, qarışdırılır. Baxın, ilıq su quru süddür. Qaynadılmış su qatlaşdırılmış süddür. Belə yadda saxlaya bilərsiniz. Qaynadılmış, qatlaşdırılmış. Qaynadılmış, qatlaşdırılmış. Oxşardır bunlar. Quru süd, ilıq süd. Qa. Qaynadılmış, qatlaşdırılmış. Daha sonra südlü şorbaların, sıyıqların hazırlama texnologiyası. Birinci, süddə, belə deyim də məhz əvvəlcədən, südün tərkibinə qatılan ərzaqlar gec bişir. İstər yarma, istər makaron və istər digər tərəvəzlər, fərqi yoxdur. Südün tərkibinə qatılan ərzaqlar gec bişir. Ona görə də biz nə etməliyik? Əvvəlcə, birinci etapda, ən birinci nə edirik? Həmin o qatdığımız ərzaqları yarhazır vəziyyətə qədər qaynadırıq kənarda. Yəni su ilə qaynadırıq. Deməli, bir şey deyim özdə. Qaynayan duzlu su şorbadadır. Qaynayan duzlu suda yarı bişmiş vəziyyətə qədər olan şorbadır. Amma suda yarı hazır vəziyyətə qədər qaynatmaq bu südlü şorba və sıyıqlardadır. Yəni duzlu su varsa bu şorbadır. Daha sonra quru və qatlaşdırılmış südü suda həll edirik. Sonra südü qaynadırıq. Yarhazır vəziyyətə qədər bişirdiyimiz deməli ərzaqları duzlayıb tam hazır olana qədər bişiririk. Daha sonra isə əgər üzlü süddən istifadə ediriksə, su əlavə etmirik və qaynayan südə duz, makaron, yəni tərəvəzləri qatıb bişiririk. Yəni biz 3-cü etapda əslində bişiririk. 4-cü etapda deyir ki, əgər üzlü süddürsə, su qatmağa ehtiyac yoxdur. Yəni zaten biz onu kənarda onsuz da yarı hazır vəziyyətə qədər neyləmişik, bişirmişik. Südə atan kimi, əlavə edən kimi bişəcək. Daha sonra və biz südlü şorba hazırlayan zaman və ya da sıyıq hazırlayan zaman həcmi xırda olan qazan götürürük. 1,5-2 litr qazan götürmək məsləhət görülür. Və bir şey deyim ki, xırda halda bişirilmiş, yəni az halda bişirilmiş süd şorbası və süd sıyığı daha dadlı olur. Metal qabda qaynadılır, ancaq şüşə və minalı qablarda saxlanılır. Və hazır yeməklərin keyfiyyətinə verilən tələblər. Deməli, biz hazırladıq və ki, necə olsa keyfiyyətli olar. Süd xörəklərin, yeməyin
növünə uyğun qatılığa malik olması. Yəni şorbalar duru olmalıdır. Sıyıq qatı da ola bilər, duru da ola bilər. İstəyə görə dəyişilir. Rəngi, deməli, tərkibinə daxil olan ərzaqlar formasını saxlamalıdır. Rəngi ağ olmalıdır. Süd şorbalarını isti vəziyyətdə dərin boşqablarda xörək qaşığı ilə yeyilir. Sıyıqlarda, xırda boşqablarda, deməli, balaca qaşıqla yeyilir, xırda çay qaşığı ilə yeyilir. Xörək qaşığı, çay qaşığı olduğu yazılmayıb. Ancaq qarşınıza çıxsa bilin deyə dedim. Südlü sıyığın, düyü sıyığının hazırlanması. Südə 3 stəkan, deməli, ərzağın miqdarı, deməli, 3 stəkan düyü, üzr istəyirəm, 3 stəkan süd, 3 stəkan südə 1 stəkan düyü əlavə edirik və deməli, nə edirik? Əvvəlcə südü, düyünü qaynadırıq. Bayaq demişdim əslində bunu. Sonra 3 stəkan südə 1 stəkan düyünü əlavə edirik. Yuyuruq, əlavə edirik 15-20 dəqiqə ərzində qatılaşana qədər qarışdıra bişiririk. Daha sonra keçirik 21-ci mövzumuza. Yarımadan paxlalı bitkilərdən və makaron məmulatlarından xörəklərin hazırlanma texnologiyası. Deməli, yarımalar dedik ki, və paxlalılar hansılardır? Gəlin baxaq. Birinci yarımalardan danışaq. Yarımalar buğdadır, düyüdür, arpadır, yulafdır, qarabaşaqdır və s. bulardır. Gəlin görək, bunlardan nə alınır? Buğdadan manna, düyüdən cilalanmış, pardaqlanmış, xırdalanmış düyü, yulafdan Herkules, yulaf unu, arpadan arpa yarması, deməli, qarabaşaqdan iridən əli qarabaşaq alınır. Bir də yarmaların bir-birindən fərqləndirmək var. Yarmalar bir-birindən, deməli, rənginə, formasına, bütövlüyünə və ölçüsünə görə bir-birindən fərqlənir. Yarmalar rənginə, formasına, bütövlüyünə və ölçüsünə görə bir-birindən fərqlənir. Bir də var ki, yarmaların ən xeyirlisi. Gəlin görək, yarmaların ən xeyirlisi hansıdır? Ən xeyirli yarma üzr istəyirəm, qarabaşaq, yulaf, darı, düyüdür. Qarabaşaq, yulaf, darı, düyü. Deməli, yarmaların, dən və yarmaların qida dəyəri onun qabığında və dənələrindədir. Daha sonra baxın, əgər deyirsə yarmalardan nə hazırlanır, olacaq şorbalar, sıyıqlar, kotletlər. Yox, desə ki, maye nisbətindən asılı olaraq nə hazırlanır, olacaq buğlamalar, qatı və duru sıyıqlar. Bir də deyirəm, desə ki, yarmalardan deməli, nə hazırlanır, olacaq şorba, sıyıq, kotlet. Maye nisbətindən asılı olaraq nə hazırlanır? Buğlamalar, qatı və duru sıyıqlar hazırlanır. Gəlin görək indi buğlamalar nədir, qatı sıyıq və duru sıyıqlar nədir? Buğlamalar suda və ət suyunda bişirilir. Buğlamalar süddə bişirilmir. Bir də deyirəm, buğlamalar süddə bişirilmir. Süddə bişən sıyıqlardır. Buğlamalar ət suyunda və suda bişirilir. Buğlamalar, deməli, darı, arpa yarması, sonra cilalanmış, pardaqlanmış düyüdən hazırlanır. Əsas xörək və yaxud da qarmir kimi istifadə olunur. Daha sonra burada da yazılıb hazırlama qaydası, onu da oxuyarsınız. Deməli, hazırlama qaydasını istəyə bilər bizdən. Məsələn, buğlamaların hazırlama qaydası necə idi? Əvvəlcə duz əlavə edilmiş qaynayan suya
yarmalar əlavə olunur. Vaxtaşırı qarışdırılır. Yarma şişib bütün suyu özünə çəkəndən sonra sıyığın səthini hamarlayırıq. Qaşıq vasitəsilə qazanın qapağını örtürük. Hazır olana qədər zəif odda dəmə qoyuruq. Sonra qatı sıyıqlar da süddə bişirilir, suda bişirilir. Qatı sıyıqlar deməli düyü, arpa və darıdan hazırlanır. Bunlar da süddə çətin bişdiyinə görə 5-7 dəqiqə əvvəlcədən deməli suda yarı hazır vəziyyətə qədər bişirilir. Süfrəyə verməzdən əvvəl də kərə yağı əlavə olunur, şəkər əlavə olunur və qatı sıyıqlarla duru sıyıqların bir dənə fərqi var ki, duru sıyıqlarda maya nisbəti çoxdur. Maya çoxdur, qatı sıyıqlarda azdır. Daha sonra keçirik paxlallara. Paxlallar da noxud, lobya və mərcidir. Paxlallar deməli səthi qalın sərt qabıqla örtüldüyünə görə onları isladırlar birinci, sonra bişirirlər və ola bilər ki, qarşınıza çıxsın. 2-3 dəfə ilıq suda yuyulur. Əvvəlcə zədələnmiş yerləri təmizlənir. 2-3 dəfə sonra ilıq suda yuyulur. Sonra soyuq suda isladılır. İlıq suda yuyulur 2-3 dəfə. Soyuq suda isladılır. Daha sonra bişmə müddəti var. Və isladılan zamanda bunu demədim, 1 santimetrdən artıq örtməməlidir. Su paxlanın üzərini 1 santimetrdən artıq örtməməlidir. Daha sonra bişmə müddəti var. Lobya 1,5-2 saata. Noxud 1,5 saata. Mərci isə 1 saata yaxın bişir. Daha sonra suyu da bişən zaman bitərsə isti su əlavə edilir. Yəni xırda bir məqamdır. İsti su əlavə olunurdu. Deməli ilıq su ilə yuyulurdu. Soyuq suda islağa qoyulurdu. İsti su isə bişən zaman əlavə olunurdu. Sonra keçirik makaronlara. Makaron əla növ undan yumurta əlavə etməklə, su əlavə etməklə alınır. Makaronlar karbohidrat mənbəyidir. B qrupu vitaminləri isə zəngindir. Makaronların burada deməli süfrəyə verilir qiymə ilə soslarla. Bişməsi var burada. 2 sundan bişirilirdi. Bir süzməklə, bir də süzmədən. Yəni bunu süzmürük biz. Süzməklə qaynayan duzlu su olan qazana makaronu əlavə edirik. Makaron vaxtaşırı qarışdırılır, yumşalana qədər bişirilir. Sonra isə deməli iri makaronlar 20-30 dəqiqəyə bişir. Ərişdə 15-20 dəqiqəyə. Vərməşildə 12-15 dəqiqəyə bişir. Və bişəndən sonra aş süzənə tökülür. Həlimi süzüləndən sonra əlavə olunur yağ. Yağ əlavə olunub qarışdırılır ki, bir-birinə yapışmasın. Bu imtahana düşmüş bir sualdır. Və süzmədən necə bişirilir? Bunu süzmürük. Makaron məmulatının deməli duz qatılmış qaynayan suya əlavə edirik. Şişənə qədər bişiririk. Daha sonra isə kərə yağı əlavə edirik və ağzını çiyib bağlayıb zəif odda dəmə qoyuruq. Sos isə xörək şirəsi deməkdir. İndi isə keçirik duru xəmirdən məmulatların hazırlanması texnologiyasına. Deməli, gəlin əvvəlcə görək un nədir, necə əldə etmək olur. Un, buğda, çovdar, qarğudalı kimi dənli bitkilərin üyüdülməsi nəticəsində alınır. Unun tərkibində nələr var idi? Karbohidratlar, zülallar, yağlar. Undan istifadə olunur
deməli nələrdə? Ondan xəmir hazırlanır və çörək bişirilməsində istifadə olunur. Müxtəlif yeməklərdə, xörəklərdə istifadə olunur. Şirniyyatlarda istifadə olunur. Onun keyfiyyəti necə müəyyən olunur və bişinti məhsulunun keyfiyyəti necə müəyyən olunur? Onun keyfiyyəti desə, biz göstərəcəyik bunu. Onu biraz buradan götürüm. Onun keyfiyyəti desə, ətri dadı, rəngi ilə müəyyən olunur. Bişintininki deməli keyfiyyət göstəricisi desə, köpmə, dad və xarici görünüş deyəcəyik. Deməli nə oldu? Onun keyfiyyəti, rəngi, ətri, dadı ilə müəyyən olunurdu. Bişintinin keyfiyyəti, köpmə, dad, xarici görünüşlə. Daha sonra, deməli, xəmirin hazırlama texnologiyası var burada. Əvvəlcə qabın içərisinə təpə şəklində un tökülür. Sonra içərisinə çökəklik yaradılır. Çökəkliyin içərisinə maye əlavə olunur. Sonra bərabər sıxlıq alınana qədər xəmir qarışdırılır və keyfiyyəti yaxşılaşdırmaq üçün qabartma tozu və yaxud da maya əlavə olunur. Yumuşaldıcı olaraq amma turş süd və yumurta ağından qabartma tozu kimi istifadə olunur. Duru xəmirlər, deməli, duru xəmirlərdən bilin, oladiyyə hazırlanır və bunun üçün də mayalı və mayasız xəmirdən istifadə olunur. Duru xəmirlər, deməli, indi burada nə oldu? Bilin hansı xəmirdən hazırlandı? Duru, mayalı və mayasız xəmirdən. Bilin də ruslarda bilin və ya bilini. Deməli, ingilislərdə pankek, çinlilərdə çin bilini, fransızlarda nazik grip adlanır. Azərbaycanlılarda da bilinçikdir. Yəni, burada bilin yazıblar rus kitabı olduğuna görə. Daha sonra bilincik yeyilir nə ilə? İçlikli və içliksiz olur. Yəni onu elə bişirib bağlı xama qatlaşdırılmış südlə, mürəbbə ilə də yeyə bilərik. İçlikli də yeyilə bilər. Yəni içərisinə müxtəlif içliklər qoyulur. Boru və yaxud da borucuq şəklində bükülür, qızardılır. Sadə şəkildə də yeyilə bilər. Bilin hazırlanması üçün 500 ml süddür. Yumurtaydı 2 ədəd. 1 çimdik duzdur. 3 xörək qaşığı şəkərdir. 1,5 stəkan, yəni stəkan yarım buğda unudur. 2 xörək qaşığı bitki yağıdır. Bir də kabartma tozu 1 çay qaşığı əlavə olunur. Əvvəlcə nə edirik? Duru xəmiri hazırlayırıq. Deməli, duru xəmiri necə hazırlayırıq? Deməli, yumurtadır, duzdur, şəkər tozdur. Bunlar qarışdırılır. Qarışdırılandan sonra otaq temperaturunda südü, deməli, unu, bitki yağını əlavə edirik. Sonra qabartma tozu əlavə edirik. Eyni cinsli duru xəmiri alınana qədər qarışdırırıq. Yəni, eyni cinsli bilirsiniz necə? Yəni, içində topaq qalmasın, yumru qalmasın. Təmiz qarışsın. 15-20 dəqiqə kənara qoyuruq dincəlməyə. Daha sonra bir söz deyim sizə, onu kənara dincəlməyə qoyanda daha yaxşı elastik olur. Yəni, həmin dəqiqə eləməyin. Çalışın edəndə 15-20 dəqiqə kitaba əsasən də belədir. Kənarda qoyun, xəmir özünü tutsun. Duru xəmir. Daha sonra kiçik deməli, qalın dibli çuqun və yaxud da yapışmayan örtüyü olan tavada bişirilir. Əvvəlcə tava yağlanır, qızdırılır. Daha sonra isə xəmiri kiçik çömçə vasitəsilə xəmirdən götürülür, tavaya tökülür. Bir tərəfə qızardılır və üzərində dəliklər yarandıqdan sonra onu çevirmək lazımdır. Üst-üstə yığılır, kərə yağı ilə yağlanır. Masaya da verilir. Xama,
kərə yağı, bal və mürəbbə ilə. Deməli, içlik olaraq kəsmik, qiymə ət, düyü kimi deməli, hazır deməli, içliklər yığılır, hazırlanır. Konvert və borucuq şəklində bükülərək qızardılır. Ən çox şimal-qərb bölgəsində deməli, maxaradan istifadə olunur, bişirilir. Yəni, Zaqatala, Balakən rayonlarında bu əsas mətbəxdə, milli mətbəxlərində əsas yeməyi maxaradır. Sac üzərində bişirilir. Görünüşcə günəşə bənzəyir. Bilinlə içlik, yəni xəmiri, bilinlə xəmirin deməli, ingrediyentləri eynidir. Sadəcə bilin çömçə ilə əlavə olunur, tavada bişirilir. Maxara isə stəkanla sac üzərində bişirilir və görünüşcə də günəşə bənzəyir. Daha sonra isə bişərəndən sonra siniyə qoyulur, yağlanır və süfrəyə verilir şirin çayla və yaxud da balla sadə şəkildə yeyilir. Və 23-cü mövzumuzun izahı tərəvəzlərin hazırlama texnologiyası. Tərəvəzlər necə şəraitdə saxlanmalıdır? Müsbət 1 dərəcə Selsidən müsbət 3 dərəcə Selsiyə qədər qaranlıq yerdə saxlanmalıdır. C vitamini saxlaması üçün oksidləşən qablardan istifadə edilməməlidir. Yəni, mən sizə doğrudan deyim, məsələn, alüminium qazanlardan istifadə edilməməlidir. Çünki metalla deməli, tənasib olanda parçalanır. Daha sonra şorbalar üçün nəzərdə tutulmuş soğandır, yer köküdür, ağ soğanaqlı cəfəridir, kərəvizdir. Bunlar hamısını qaynatmazdan əvvəl qızartmaq lazımdır yağda. Biz soğanı nə edirik? Əvvəlcə yağda qızardırıq, daha sonra su əlavə edirik qaynamaq üçün. Daha sonra bişirmə zamanında tərəvəzlərin hava ilə təmasını maksimum azaltmaq lazımdır ki, C vitamini deməli getməsin. Sonra meyvə köklərə aid nədir? Tərəvəzlərin deməli aşbazlıqda təsnifatı var burada çərçivədə. Meyvə köklər şalğamdır, çuğundurdur, yer köküdür, turp, qırmızı turp, soğanaqlı cəfəri, kərəviz bunlara aiddir. Kök yumurtasına kartof, kök yumrusu kartof, yer badamı batat. O da elə şirin kartofdur. Kələm fəslələrə kələm, gül kələm, qırmızı bəş kələm, ağ kələm bunlardır. Qabaq fəslələrə qabaq, yunan qabağı, deməli, bir də xiyar. Paxlalıları biz əvvəlcədən dərsdə keçmişdik. Noxud, lobya, paxla, yer fındığı aiddir. Quş üzümü fəsləsi, 3 bacı dolmasını yadda saxlayın. Pomidor, badımcan, şirin bibər. Yarpaqlılar kahı və zəri. Soğanaqlılar şalğam oxşar soğan, sarımsaq, kəvər aiddir. İndi isə keçirik istemalına. Tərəvəzlərin istemalı deməli, qaynatma və qızartmadır. Kombin edilmiş emalı pörtlətmə qızartmadır. İstemalı qaynatma və qızartma, istemalı qaynatma və qızartma, kombin edilmiş emal isə pörtlətmə və qızartmadır. Bunu mütləq yadda saxlayın. Deməli, qı, isti, qiq. Belə yadda saxlaya bilərsiniz. Qaynatma, qızartma, isti, qiq. Ola bilər ki, bu açar sözlər gülməli gələ bilər, ancaq yəni həqiqətən köməyimizə çatır. Kombin edilmiş isə deməli, pörtlətmə, qızartma. Daha sonra gəlin indi qaynatma, qızartma, pörtləmə, sobada bişmə, gözlə, bunlara baxaq.
Qaynatma deyirsə böyük miqdarda maye. Böyük miqdarda maye. Qızartma deyirsə mayesiz. Baxın, qaynatma deyirsə böyük miqdarda maye. Qızartma deyirsə mayesiz. Pörtləmə yarıhazır vəziyyətə qədər qaynadılır. Pörtləmə yarıhazır vəziyyətə qədər deməli qaynadılır. Amma sobada bişirmədə yarıhazır vəziyyətə qədər qızardılır. Deməli, pörtləmədə yarıhazır vəziyyətə qədər qaynadılır. Sobada bişirmə yarıhazır vəziyyətə qədər qızardılır. Közdə bişirmədə göz üzərində bişirilir. Bu asandır. Növlərə ayırma nədir? Tərəvəzlər deməli növlərə ayrılır. Yetişmə dərəcəsinə görə, keyfiyyətinə görə, ölçüsünə görə, sonra yarpağı, budağı, tumurcuğu, çəyirdəyi, bunlar hamısı ayrılır. Solmuş, nə bilim, çürümüş, kal, çox yetişmiş hissələri növlərə ayrılır. Sonra keçirik yumaya. Yuyan zaman çirki torpaq qalıqlarını kənarlaşdırırıq. Amma təmizləyəndə kəsib çıxarırıq. Yeməyə yararsız yerlərin, zədələnmiş yerin, az dəyərli yerlərini kəsib kənarlaşdırırıq. Və qabığını soyan zaman, bəzilərinin qabığını soyuruq tərəvəzlərini istifadə edən zaman. Məsələn desək, hansının qabığını soyuruq? Badımcanın qabığını soyuruq. Onun qabığını nazik soymaq lazımdır ki, qabığın altında qiymətli qidalı maddələr mövcuddur. Sonra təmizləyəndən sonra yenə təkrar yuyuruq. Və keçirik doğramaya. Doğrama elə yerinə yetirmək lazımdır ki, yəni görünüş doğramadan asılıdır. Cəlbedici görünüş vermək üçün. Eyni bərabərdə istemal zamanı meyvə və tərəvəzlər doğranmalıdır. Daha sonra tərəvəz salatının hazırlama texnologiyası var burada. Burada bir məqam var, onu deyəcəm sizə. İzah edeyim, deyəcəm sizə. Tərəvəzlər bir neçə tərəvəz növündən hazırlanır. Tərəvəz salatı bir neçə tərəvəz növündən hazırlanır. Ətdir, balıqdır, yumurtadır və bunlar da istifadə olunur. Soyuq yeməkdir, yəni tək tərəvəzlər deyil də, həm də ət, balıq, yumurta kimi ərzaqlar da istifadə oluna bilər. Sonra tərəvəzlər, üzr istəyirəm, tərəvəzlər deyirəm. Salatlar hazırlayan zaman həm çiy, həm qaynadılmış, həm marinada qoyulmuş duzlu tərəvəzlərdən də istifadə etmək mümkündür. Məsələn, paytaxt salatı istifadə edən zaman necə edirik? Paytaxt salatında həm xiyar turşusu, həm sveji turşu, sveji xiyar, sonra qaynadılmış məsələn yumurta, görürsünüz, hamısına istifadə etdik. Deməli, tərəvəzlərin ilkin emalı var ki, tərəvəzlər əvvəlcə ilkin emal edirik ki, bayaqlarım saymışdıq onları. Sonra keçirik doğrayırıq. Doğrayandan sonra tərəvəzlər elə doğramalıyıq ki, eyni ölçülü olmalıdır. Daha sonra həm belə olanda dadlı olur, həm cəlbedici, iştah açan olur. Salata xamadır, bitki yağıdır, mayonezdir. Bunlara əlavə edilib süfrəyə verilir. Görürsünüz, 3-cü mərhələdə deyir ki, süfrəyə verilir. Mayonezdir, xamadır, bitki yağıdır, əlavə edilib süfrəyə verilir. Və bunun ardına baxın. Və süfrəyə veriləndən sonra deyir ki, lazım gəldikdə salatın tərkibinə nə vururuq? İstiot, duz, şəkər, xardal, bitki yağı, sirkə və s. Və yenidən yazıblar ki, doğranmış tərəvəzləri qırılıb əzilməməsi üçün ehtiyatla qarışdırırıq. Qarışdırandan sonra hazır salatı xüsusi qablara qoyulur və üstü bəzədilir. Bayaqlarım burada vermişdilər, vermişdilər. Süfrəyə verilmişdi bayaqlarım. Yəni bu şeylərə diqqət eləyin. Süfrəyə verilibsə, deməli bu axırda gəlir demək deyil. Görürsünüz, üçüncüdür. Üçüncüdə süfrəyə verilir.
Dördüncüsü də qarışdırılır, beşincisi də bəzədilir, təzədən süfrəyə verilir. Yəni bu süfrəyə verilir sözünə aldanmayın. Kitab tərcümə olunduğuna görə belə qat-qarışıqlıqlar var. Yəni öz məntiqimizə əsaslanmırıq, bəzən məntiqimiz işə yaramır. Bəzən kitab öz işini görür. Və C vitamini turşusu sabitləşməsi üçün xırdalanmış tərəvəzə, bitki yağıdır, xamadır, sosdur. Bunlar əlavə olunur. Və 2 çəngəl və yaxud da 2 qaşıqla deməli, rahatlıq üçün bunlarla qarışdırılır. Hələ təpə şəklində bura yazılıb, baxın. Təpə şəklində qaba yığılır və deməli və süfrəyə verilir. Sonra burada yerkökü salatının hazırlanması var. Yerkökü salatın, bax, əgər desək ki, çuğundur salatı, 3 ədəd çuğundur götürəcəksiniz. Əgər desək ki, yerkökü salatı, 5 ədəd yerkökü götürəcəksiniz. Və qoz 100 qram, sarımsaq 1 diş, duz, mayonez əlavə olunur. Bu qədər.